Bu dəfə çəkilişə özlərinə xəbər vermədən məkanın mətbəxindən başladım. Salam əleykum. Yağlar hardadır? Bir dənə yağ göstərim, çıxım gedim. Elə bir yerə gəlmişəm ki, buranın mətbəxi çoxlarına maraqlıdır. Şəhərin ən dadlı bastırması burada verilir. Mən demirəm, belə deyirlər. Sən demə, bastırması ilə məşhur olan Xan House düz yolumun üstündəymiş. Bunu deyib gəlmişəm. Şəhərdə hər yerdə verilmir bu. Biz Xan House-da dana, çəpiş və quzu bastırmasını yoxladıq. İndiyə qədər heç bir restoranda quzunun bastırmasına rast gəlməmişdim. Amma burada verilir. Zarafatsız möhtəşəmdir uşaqlar. Sənət əsəridir. Apar qoyun sənət muzeyin. Ümumiyyətlə bastırmaları deyildiyi qədər varmış. Əti o qədər gözəl bastırıblar ki, ət olub pambıq. Arkadaş, bastırma belə olar bax. Bastırma belə olar. Biz burada qazan yeməklərini də yoxladıq. Ümumiyyətlə ətləri yüksək səviyyədə idi. Amma məni bir şey maraqlandırdı. Görəsən bu yeməklər nə yağında bişirilir? Bu yağlar hardan gəlir qardaş? Təmiz Bərdədən gəlir, nehrə yağıdır. Bərdədən gəlir, nehrə yağıdır. Özlərinin dediyinə və göstərdiyinə görə yeməklər Bərdədən gətirilmiş nehrə yağı ilə hazırlanır. Yer gəlmişkən ətlər də Bərdədən gəlir. Yağdan narahat olmağa dəymir də. Qətiyyən. Bastırmanın şişi 11-12 manatdır. Balıqlardan karp və sudak gəldi. Bunlar da 8-10 manatdır. Dadlarına söz yox. Bir də burada sərfəli nahar menyusu da var. Yolunuz düşsə mütləq yoxlayın. Xan House statistika dairəsinin düz yaxınlığında yerləşir.